Yaxınlaş bura. Deməli, BMW F10-du 2 turbo dizeldir, B47 mühərrikli, 2016 modellərdəndir bu avtomobil. Deməli, bunun mühərriki sökmüşük, gördüyünüz kimi. Söküb çıxartmışıq. B47 2 turbo dizel mühərrikdir. Avtomobil sep başmaq dəyişimini eləyəcək. Daha haradasa 3 ay, 4 ay bundan öncə bu avtomobil biz yoxlanışı eləmişdik. Lazımi problemlərinin hamısını demişdik və bir hissəsi aradan qaldırmışdıq. Sepi də demişdik ki, qardaş, get, inşallah ki, növbəti yağ dəyişmədə gələrsən yanımıza, yaxınlaş bura. Üst sep, orta sep, alt sep, başmaqlarla bir yerdə. Hamısı üst qışqa prokladkasıdır, farsonka salinliklərdir, arxa salinlikdir, farsonka şaybalardır. Yəni, bütün ehtiyat hissələri hamısı yenisi ilə əvəz olunacaq, sep başmaq dəyişimini eləyəcək və müştəriyə zəmanətimizlə birlikdə təhvil verəcək. Kim ki, dizel mühərrikli avtomobillərə sahibdir, əsasında BMW-lər üzrə fərq eləmini istəyir benzin olsun, istəyir dizel olsun, yaxınlaşıb bizim yanımızda sep başmaq dəyişimi və ümumi qulluğun həyata keçirə bilərlər. Həm də ki, plug-in hibridlərə də aiddir bu. B48 və B46-nın plug-in hibrid mühərriklərinə də aiddir. Təşəkkürlər, izləmədə qalın.